Quran kitabı açıq deyir. Qadın bir addım geridədir kişidən. Həzm eləyin bunu. Həzm eləyə bilmirlər. Biz bərabərik. Deyirəm, harada bərabərsiniz? Elmdə, ədəbiyyatda, idmanda, intellektual oyunlarda, maşın sürməkdə, dərzilikdə, aşpazlıqda göstərin mənə, harada bərabərsiniz? Bəli, elə qadın var ki, 100 kişidən ağıllıdır. Amma 101-ci ağıllı kişi gələnə qədər. O beyrək gələnə qədər bunu kim yaratmış? Bunu biz yaratmışıq. Allah bunu açıq deyir kitablarında. Konfutsi bunu deyir, Vedalar bunu deyir. Buna elə qaz verdilər ki, indi qadın olmaq istəmir. Mən uduzuram ya. Mən dekretə gedirəm, mən uduzuram. Mən dünyaya uşaq doğuram, uduzuram, karyerada geri qalıram. Okey, sən indi karyera ilə məşğul olacaqsın. Qədim Çinlilərin bildiyi ki, qadın təbiəti var, kişi təbiəti var, in, yan, ağ və qara rənglə rənglədilər ki, bu qədər fərqlisiniz siz bir-birinizdən. Bu qədər fərqlisiniz. Qədim 2000 il, 5000 il əvvəl insanlar qadın və kişi təbiəti haqqında bizdən daha çox bilirdilər. 21-ci əsrin pivəclərindən daha çox bilirdilər. İndi heç nə bilmirlər. Deyirəynik, kişi qəhrəman olmalıdır. Mütləq üstün olmalıdır. Boyda da üstün olmalıdır. Qazancda da üstün olmalıdır. Boyda balacadırsa Napolyon kimi bir şeylər eləməlidir ki, hər kəsi diqqəti özünə cəlb eləsin. Onun motivasyonu güclüdür. O buna odaqlanmış vəziyyətdədir. Hə, qadınları buna eləmək mümkündür mü? Mümkündür. İnsanda mümkündür. İnsanda elə bir imkan var ki, kişi qadın da ola bilər, qadın kişi də ola bilər. Var bizdə belə bir imkan. TikTok açın, qadınlaşmış kişiləri görəcəksiniz. Elə də naz eləyir ki, əsl qadın kimi. Elə qəmzə göstərir ki, əsl qadın kimi. Bəzən qadınlardan daha istedadlı. Əksi ola bilməzmi? Ola bilir. Qadın karyera qura bilməzmi? Qura bilər. Amma o zaman bilirsiniz nə olur? Qadın aqressiv olur, uğura odaqlanmış olur. O özündə maskulin enerji birikdirir. O çox güclü qadın olur. O ətək də geysə ona kişi deyə bilərsiniz artıq. Və yalnız feminin kişiləri cəlb edə bilər. Maskulin kişiləri cəlb edə bilməyəcək. Çünki o qəhrəman olmaq istəyir. O uğur qazanmaq istəyir. O yarışır. Giribdir yarışa. O yarışdan da çıxa bilmir. Onun işi deyil yarışmaq. Onu elə yerə soxublar ki, indi o ikinci rolda olmağı təhqir olunmaq hesab edir. Çay süzməyi təhqir olunmaq hesab edir. Evdə hər şeyin yeri pozulubdur. Bir dəfə mən boşqabı yuyanda, bir dəfə də sən yox. İkisinə boşqab yuduzdurur. Qəşəng görsənir zahirdə. Ədalətli görsənir. Kişisini alçaldır. Bir sonra onu sevə bilməyəcək. Çox balaca bir şeylər. İzin verməyin. Aslan yaratmalısan sən özərindən. Yaxşı qadın özərindən aslan yaratmalıdır. Çəkilin, atağız gəlir. Elə bilirsiniz ki, axmaq idi bunu deyən qadınlar. Onlar evdə lider formalaşdırırlar. Uşaqların tərbiyəsi üçün də önəmli bir zəmin hazırlayırlar. Yeməkdə toyuğun budunu ərinin qabağına qoyurdu. Doğru idi. Çox doğru idi. Qaydacaqsınız. Kişi olmayanda, kişini kişilik taxtından salanda ki, bu bərabərçilik ancaq ona xidmət edir. Qadın da özünü mutsuz hiss edir orada. Nəinki qadın, uşaq da özünü mutsuz hiss edir. Uşağa da keçir bu. Bizim ailə tərbiyəmiz hamısı birdən pozuldu. Fikir vermişsiniz, son 10 illiklərdə bütün ailə haqqında söhbətlərdə uşaq bir nömrəlidir. Uşağım velosiped sürə bilməyəcək. Uşağı ala bilmirəm. Bütün günahlara uşaqdan ötürü girirlər ha. Uşağıma çörək üçün rüşvət aldım. Uşaq güya ki, həyatın mənbəyi imiş. Uşağa o qədər diqqət verirlər ki. Dünən bir qohum ailədə balaca oğlan uşağını gördüm, nənəsi əzizləyir. Böyük bacısına irad bildirir ki, uşağın xətrinə dəymə. Dedim, siz nə edirsiniz? Siz monster yetişdirmək istəyirsiniz bu uşaqda. Nəfsli varlıq deyə bu həmən monster olacaq. O dəqiqə biləcək ki, sizi necə manipulyasiya eləmək olar. Bir yaşı da olsa bunu hiss eləyir. Bütün nəfsli varlıqlar eynidir. İt, pişik, insan hamısı eynidirlər. Hiss eləyirsə ki, səni nə ilə manipulyasiya eləmək olar, həmən başlayır o strategiyanı işə salmağa. Bütün ailəni doluyur barmağına. Mən ağlayaram ha bu dəqiqə. Mənim istədiyimi eləməzsiniz. Səsi ilə, bir çığırtığını göstərir. Mən də baxıram uşağa, deyirəm, oy, necə. Ola bilərsə, sevgidən gözləri kör olubdur. Görmürlər ki, monster yetişdirirlər. Deyirəm, uşağa açıq şəkildə demək lazımdır ki, evdə birinci atadır, ikinci anadır, sonra bax, bu böyük uşaq, sonra bu, sən ən axırda durursan. Ən axırıncısan status etibarilə. Onun statusunu ona demək lazımdır. Nəfsli varlıqlara mütləq statusunu göstərməlisən. Və yalnız onda xoşbaxt olur. Siz təsəvvür edin ki, uşağın üstünə o qədər diqqət düşür ki, uşaq birdən deyir, həqiqətən də mən həyatın mənasıymışam. Amma bizim Kitab-ı Dədə Qorqudda nə tər deyilirdi? Sən sağ ol, atam sağ olsun. Mənim kimi bir dənə oğul tapılmazmı olur?
Bunu oğul deyirdi, yerini bilirdi çünki. Uşaqları həyatın mənası elədi. Uşaqlar bizim gələcəyimizdir. Sən yoxsansa, uşaqlar sənin heç nə. Evdə subordinasiya olmalıdır. Allah elə bunu açıq şəkildə deyir. Həm Quranında, həm Bibliyasında, İncilində açıq şəkildə deyir, qadının yeri kişidən sonra. Həzm eləyim. Ona görə də min illərdir qadın tərbiyə eləyəndə deyirlər, qadınsan belə oturur. Tabi olmaq öyrədirdilər qadına. Ən çox belə şoka gətirən bir şeydir. Qaynatasının, qaynanasının ayaqlarını yuduzdururdular. Ərinin ayağını yuduzdururdular. Ritual idi. İndi bunda ancaq alçalma görürlər. Marksistlər axı. Bizi alçaltdılar. Və birdən qəribə bir şey olur. Roma papası inaugurasiya prosesində gətirir o prixajanlarının, başlayır ayaqlarını yumağa. Hətta ayaqlarını öpür də. Bilirsiniz hardan gəlir? Şimdi bəlkə bilməyənlər var, bilənlər də olur. İsa Peyğəmbərdən gəlir. İsa Peyğəmbər bir dəfə yatmışdı. Tələbələrinin doğuldanan işidir. Həvarilər deyirlər, kim daha böyük olacaq, kim daha böyük olacaq? Ahirətdə, ya bilmirəm nədə. Apostollar öz aralarında ranjirovka eləyirdilər. İsa Peyğəmbər eşidir bu söhbəti. Qalxır, üst paltarını çıxarır. Bir dəsmal istəyir, dəsmalı bağlayır belinə və su gətirir. Uşaqlar da başa düşmürlər ki, neyinir bu? Deyir, mən indi sizin ayaqlarınızı yuyacağım. Sən bizim ayaqlarımızı yuyacaqsan. Deyir, hə, mən sizin ayaqlarınızı yuyacağım. Piotr ağlamsınır, deyir, onda başımı da yuy. Çox pərtlik olur orada. Və ayaqlarını yuyur hamısını, quruluyur. Deyir, sizlərdən ən böyüyü hamının əziyyətini çəkən olacaq. Egosunu yenən olacaq. Qadınlıq ikinci planda görsənilir. Amma əslində o da birinci plandır. İkinci planda olan birinci plandır. Bunu min dəfələrlə sübut edirlər ki, qadınlıq nə gücdür. Və o İnyandan danışdıq. Lao Tzu deyirdi ki, göylərin qapısı açılan zaman sən bir qadın ola bilərsən. Qadınlıq susmaqdır, dinləməkdir, kişilik danışmaqdır. İndi birisi heç susmağı bacarmırsa, o necə danışmağı öyrənəcək? Öyrənmək periyodunu keçə bilmirsə, öyrətmək periyoduna necə gəlib çıxacaq? Kişilik və qadınlıq iki bir-birini tamamlayan texnikalardılar. Amma birisi öndədir, ağdır, o birisi qaranlıqdır. İki fərqli kosmosdur. Bunu həzm eləmək lazım.